Qatar Enerji şirkətində Fövqəladə Hallar üzrə Koordinasiya Mərkəzinin rəisi vəzifəsində işləyirəm. Burada 2020-ci ildən buradayım, burada yaşayıram. Bakıdan Dohaya gələn yolu bizə danışın. Necə oldu? Hansı ölkələrə getdiniz? Haralarda işlədiniz və buranı niyə seçdiniz? Bakıda əvvəl Azərbaycanda bir çox beynəlxalq layihələrdə, beynəlxalq şirkətlərdə, EMIC, McDermott yerli şirkətlər, Uraqasfen şirkətlərində işləmişdim. 2011-ci ildən elə alındı ki, həyat yolu iş fəaliyyəti ilə əlaqədar xarici ölkələrdə düşdü. Birinci hara getdiniz? 2011-ci ildə Britaniyada 5 il, 2016-cı ilə kimi orada yaşadım, işlədim Aberdin şəhərində. Ondan sonra Türkiyədə, Ərzincanda 3 il yarım yaşadım, işlədim. Anaqort Qızıl mədənində. Ondan sonra qısa bir müddət olaraq İraqda və ən sonunda gəlməyimin də səbəbi karyera ilə əlaqədar, yəni iş fəaliyyətinin elə alındı ki, qismət elə alındı ki, burada həyatımız davam edir, burada işimiz davam edir. Hansı ölkədə işləmək daha yaxşı idi? Mübahisə aparırsınız hiç? Hər birinin öz avantajı, dezavantajı var. Yəni tam olaraq bir ölkə super, digər ölkədə daha çətindir. Hər bir yerin öz üstünlükləri, öz çətinlikləri var. Məsəl üçün mədəniyyət olaraq, həm yaşam tərzi olaraq, dil olaraq ən yaxşı, yaxın olan Türkiyə idi. Ana vətən kimidir. Təbii ki. Bir çox beynəlxalq, belə deyək, çox millətli kontingentin işlədiyi və fərqli mədəniyyətlərlə tanış olmaq şansı əldə elədiyim üçün Qatar dövlətində buradakı işimdən razıyam. Avropada bir fərqli Avropa, belə deyək, kültürünə uyğun olaraq oradakı insanların yaşam tərzinə uyğun olaraq yaşayış və təcrübə, Britaniyanın neft-qaz sektorundakı təcrübələrindən dəyərlənmək. Neçə il xarici ölkədə qalmaq fikriniz var? İşimiz nə qədər davam edir, bu dəqiqə burada davam edirik. Nə qədər davam edir, onu tam dəqiq deyə bilmirəm. Övladlarınız üçün çətindir, yoxsa rahatlıdır ölkə dəyişmək? Təbii ki, çətin idi. Fərqli təhsil sistemləri var, fərqli yaşayış şərtləri var. Təbii ki. Çətin idi, çünki təhsillərinə ibtidai təhsil Azərbaycanda başladılar. Britaniyada davam etdilər o ibtidai və orta təhsilə. Türkiyədə yenə orta təhsil lise təhsilinə davam etdilər. Biri Türkiyədə artıq bitirdi, məzun oldu və universitetə daxil oldu. Digəri qızım isə burada Qatarda da təhsil aldı və o da hal-hazırda iç memarlıq üzrə təhsil alır universitetdə. Hər bir ölkəyə gediş övladlarda təbii ki, yeni adaptasiyadır, psixoloji problemlərdir, yeni dostlardır. Və bir məsələ var, o səfir uşağı sindromu deyilən bir. Yəni hər ölkədə, heç bir ölkəyə aid olmur, hər ölkənin özününki sayır. Belə bu şəkildə belə bir uşaqların, məsələn, biz Azərbaycanda böyümüşük, özümü deyirəm, biz deyəndə, biz ata ocağı deyilən bir anlayış var. Yəni hara getsək də ora, uşaqlarımız üçün ona əmin deyiləm, olacaqmı, olmayacaqmı. Çünki mən Britaniyaya getdiyimiz ilk gündən mənim üçün prioritet öz dillərini, öz mədəniyyətlərini unutmaması idi. Azərbaycan dilində sərbəst danışırlar. Təbii. Və evdə çünki mən bu tələbi qoydum, məktəbdə dedim ingilis dilində öyrənəcəksiniz, amma evdə bizim əlaqə dilimiz sadəcə Azərbaycanca olmalı və hər gün onlara Azərbaycanca kitab oxuyurdum, hər gün yatmamışdan əvvəl. Sizin özünüzlə heç illər o dildən bir çınqıl belə qopara bilməyib, tərtəmiz danışırsınız və xarici ölkələrin təsiri yoxdur. Harada doğulmuşdunuz?
Ermənistanlarla bir rayonlar anadan olmuşam. Azərbaycanı nə üçün darıxırsınız? Xatirələr insanı belə deyək, darıxdırır. Xatirələrlə əlaqədar darıxma hissi olur. Yəni insan yaxınlarından, bəzən dostlarından, ailə üzvlərindən uzaqda olur. Yəni ailəm burdadır, özümün ailəm, amma anam, qardaşım, bacım, oğullar, dostlar Azərbaycandadır. Onlarla əlaqədar bəzən darıxma olur. Amma günümüz reallığında məsafələr demək olar ki, çox qısalıb. Həm görüntülü danışıqlar, həm istənilən anda getmək, Çox da gəlmək. uzaq deyil. Bakıdan çox da uzaq deyil. Uğur arzulayırıq Çox sizə, sağ olun. işlərinizə. Sevinirik ki, xarici ölkələrdə Azərbaycanlılar var. Azərbaycanlıların xaricdə çox olması da bizə lazımdır. Azərbaycanı tanıtmaq üçün, təmsil etmək üçün, əlaqələr qurmaq üçün artıq planlar budur ki, dünya Azərbaycanlılarının qlobal şəbəkəsi yaransın. Bu istiqamətdə də addımlar var və sizin dediyiniz kimi dünyanın istənilən ölkəsi ilə məsafələr yaxındır. Təşəkkür edirik. Sağ olun, mən təşəkkür edirəm. Vətən uzaqda deyil, vətən daha yaxındır.